Dehli Sultanlığı və Moğol dövləti üçün oxşar və fərqli cəhətlərə baxaq. Hindistan ərazisində yaranmışdır. Hər ikisi Hindistan ərazisində yaranıb. Dehli Sultanlığı 1206-cı ildə, Moğol dövləti isə 1526-cı ildə yaranıb. Əmir Teymurun yürüşünə məruz qalmışdır Dehli Sultanlığı 1398-ci ildə. Müsəlman türk mənşəli dövlət olmuşdur hər ikisi. Monqolların yürüşünə məruz qalmışdır Dehli Sultanlığı. Dehli Sultanlığında Şəmsəddin Eltutmuş, Qiyasəddin Balaban, Əlaəddin Xələcin dövründə Monqol yürüşləri dəf edilmişdir. Səfəvi və Osmanlı dövləti ilə diplomatik əlaqələr qurmuşdur. Bu Moğol dövlətinə aiddir. Moğol dövlətində Əkbər Şah hakimiyyətdə 1556-605-ci illərdə olmuşdur və dövründə Səfəvi və Osmanlı dövləti ilə diplomatik əlaqələr qurmuşdur. 1-ə 2, 4, 2-yə 5, 3 isə 1, 3 cavab C variantı.